Şükürün 3 mərhələsi var. Kanət ma'rifətuhu şükran. Birincisi, biləsən ki, nemət verən kimdir. Onu bilmək özü elə şükürün bir mərhələsidir. İkincisi, dillə şükür. Ən yaxşı şükür zikri yadınızda saxlayın, elhamdülillahdır. Ən yaxşı şükürün zikri dildə elhamdülillahdır. Üçüncüsü, bədən üzvləri ilə. Şükrün ni'am, ictinabul məharim. İstəyirsən bütün bədən üzvlərinin şükürünü yerinə yetirəsən, var dövlətin şükürünü yerinə yetirəsən, bir yolu var. Yolu budur ki, harama sərf eləməyəsən. İlahi, mənə şükür ki, göz vermirsən, şükür eləyirsən, sonra məsələn naməhrəmə baxırsan. Bu şükür olmadı. İlahi, şükür mənə dil vermirsən, şükür eləyirsən, sonra kiminsə haqqında lazım olmayan sözü danışırsan. Bu şükür olmadı. Ondansa demə, İlahim çox şükür, demə. Amma bu neymətlərdən günah eləmə. Bu oldu şükür. İlahi, şükür sən mənə mal vermirsən, var dövlət vermirsən. Amma o var dövləti ya günaha xərcləyirsən, ya haqq yolunda xərcləmirsən. Bu şükür olmadı. Var dövlət veribsə şükrü budur ki, onu Allah istəyən yerə də xərcləyəsən. Çətin məsələdir. Namaz qılmaq asandır. Amma ora gələndə çətindir. Qopardıb ürəyindən verə bilmir. Mümkündür. Öldürür özünü, verə bilmir. Şükür odur ki, onu doğru yolda, düzgün istiqamətdə sərf eləyəsən.